Hər vaxtınız xeyir. Bu gün dünya gündəminin diqqət mərkəzində olan mühüm hərbi strateji mövzudan danışacağıq. ABŞ dünyanın ən güclü hərbi gəmilərini inşa etməyə hazırlaşır. Trump adlanan yeni nəsil linkorlar Vaşinqtonun dənizdə hərbi üstünlüyünü möhkəmləndirmək məqsədi daşıyır. Bu layihə nələri dəyişə bilər və qlobal təhlükəsizlik üçün hansı mesajları verir? ABŞ hərbi dəniz qüvvələri qlobal hərbi balansı dəyişə biləcək yeni layihəyə start verir. Söhbət Trump adlı yeni nəsil hərbi gəmilər sinfinin yaradılmasından gedir. ABŞ prezidenti Donald Trump Mar-a-Lago'da keçirdiyi mətbuat konfransında bildirib ki, bu sinifə daxil olan gəmilər dünyanın ən güclü hərbi dəniz platformaları olacaq. Prezidentin sözlərinə görə layihə çərçivəsində 2 iri döyüş gəmisi Lincoln inşa ediləcək. Bu gəmilər ölçüsünə, sürətinə və döyüş imkanlarına görə mövcud analoqlarını xeyli üstələyəcək. Donald Trump yeni gəmilərin ABŞ-ın dənizdə hərbi üstünlüyünü möhkəmləndirmək məqsədi daşıyan qızıl donanmanın əsasını təşkil edəcəyini vurğulayıb. Yeni sinifin ilk nümayəndəsi USS Defiant Lincoln'un 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Hazırda gəmi layihələndirmə mərhələsindədir. Bildirilir ki, Trump sinifli Lincolnlar hipersəs sürətli raketlər və ən müasir silah sistemləri ilə təchiz olunacaq. ABŞ hərbi dəniz qüvvələrinin açıqlamasına görə bu gəmilər aviadaşıyıcı zərbələr qruplarının tərkibində inteqrasiya olunmuş hava hücumundan və raket təhlükələrindən müdafiə funksiyalarını yerinə yetirəcək. Eyni zamanda onlar donanma əməliyyatlarının mərkəzi idarəetmə platforması kimi fəaliyyət göstərəcək. Ekspertlər hesab edirlər ki, bu layihə ABŞ-ın Çin və Rusiya ilə artan geosiyasi rəqabəti fonunda dənizdə güc balansını qorumağa yönəlib və yaxın illərdə qlobal hərbi strategiyalara ciddi təsir göstərə bilər. Beləliklə, ABŞ-ın yeni Trump sinifli hərbi gəmilər layihəsi göstərir ki, dünya okeanlarında hərbi rəqabət yeni mərhələyə qədəm qoyur. Hipersəs silahlarla təchiz olunacaq bu gəmilər təkcə texnoloji üstünlük deyil, həm də siyasi güc nümayiş edir. Bu layihənin regionlara və qlobal təhlükəsizlik mühitinə necə təsir göstərəcəyini isə zaman göstərəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti buraxılışlarda görüşənədək.